Herkese selamlar dostlar. Bugün yeni bir retro garaj videosu ile tekrardan karşınızdayım. Uşaqlar, bilmirəm indi retro garajı çox sevdiniz, çox sevmədiniz, amma axırıncı videoyu, onu da bilmirəm, o da problemdir. Uşaqlar, mənim belə deyim də 2-3 dənə video əlavədən mən saxlayıram. Birdən məsələn də mən bugünkü çəkdiyim videonu 2-3 gün sonrasına yükləyəcəm. Yəni bəzi vaxtlarda məsələn yeni il idi. Yeni ili bizi də təbrik eləyənmədim. Novruz bayramıdır, Ramazan bayramı. Onların heç birini təbrik eləyənmədim. Çünki videonu nə vaxt paylaşacağımdan, yəni bilmirəm də nə vaxt paylaşacağam. Bəlkə bunu sabah paylaşacağam ya da birisi gün. Nəysə, yəni bilmirəm sonuncu videoya nə vaxt nə qədər like gəlibdi. Yəni izlənmə falan necədir? Amma yəni retro garajda belə bir başlıq var idi. Qırmızı 07 qoymuşdum. Retro garajda deyəsən yeni maşınlar falan gəldi. Belə bir şey olmuşdu. İlk dəfə yəni motor falan yığmışdıq da. Nəysə, yəni ona biraz az izlənmə gəlmişdi. İndi bilmirəm bunu davam eləyəcəm, elətdirməyəcəm. Nəysə, uşaqlar, oyundan əlavə biraz mən oynadım və səviyyəmizi 8 səviyyəyə qədər gətirdim, çıxartdım. Və şəhərə bir dənə gedək. Bizim adi avtomobillər, bir də burada. Bizim uşaqlar, yeni maşınlarımız gəlibdi. Bu gəlibdi, bu da gəlibdi, qəşəng. Sedanı və bunun sedan, yəni furgon forması gəlibdi. Sonra SUV Bonus var idi. Bunun bu forması gəlməyibdi. Bu var idi, bu da gəlməyibdi. Yəni gəlməyənlər bu formada olur, nəysə. Sonra Mercedes var idi, bu var idi, amma bu yeni gəldi. Universal, bunun adı neymiş? VV 740. Bir də bu gəldi. AO 100. Bu şey oxşatdı. Bu Volkswagen deyəsən, bu da Volkswagendir. Bu Volkswagendir. Nəysə, və o birisləri də açılmayıbdı. Bunlar açılmayıbdı və yeni maşınlarımız 3 dənə gəldi deyəsən. Maşınım hardadır? Mənim də BMW'm buradadır əlbəttə. Maşınımın rəngini, görüm maşınımın rəngini eləməyə çatır. Bir dəqiqə, təmirə qaydaq bir dənə. Təmir, görüm maşınımın rəngini, təmirxana səviyyəsi 2. Təmirxana səviyyəsi 2. Eləyək uşaqlar, amma bizim 8000 pulumuz var da. Gəlin uşaqlar, bunu hələ şu garaja aparaq. Biz bir dənə də iş işləyək, deyir salam. Qəzadan sonra avtomobil təmir olunmalıdır. Ən qısa müddətdə zəhmət olması. Baş üstə. Bir dəqiqə, Mercedes'dir və nə gündədir? Bir dəqiqə, bunu mən tez bazar həll eləməliyəm. Pəncərələri falan hamısını həll edib, bir dəqiqə biraz oyun səsini alır. Belə, sonra belə, ay. Durun çox çətinləşdi. Burada şassi də, motorda da problem var. Nəsə, yəni bunların hamısını əməlli başlı eləməliyik də. Arxa bufer niyə silinməlidir? Alabran çıxartmaq üçün. Arxa bufer. Qabağın bu hissəsini silmək üçün arxa bufer çıxardılmış. Nə əlaqəsi? Buralarda hazırlayaq. Hazırla. Damı silmək lazımdır. Dam. İç məşana, damı, sonra bunu, hansı getdi? Alıb dəqiqə. Birinci bazan təmir edirik. Təmir, bəli, edək. Mən hazıram. Bir dəqiqə. İş qutardı. Cari gün bitib evə getmək isə əlbəttə gedək evə bir dənə yuxumuzu alaq uşaqlar. Bugün 1140, yəni mən bu çəkdiyim videodan əvvəl oyun oynamışdım. Orada 1140 manat pul xeyir gəlmişdi. Bu nə idi? Rəngə bax, yazdı. Nəysə. Damını da həll elədik. İç məkan da təmir lazımdır. Qəzər keçirdi. Yəni diqqətsiz sürübdü, qəzər keçirdi. Yaxşı görməyibdi. Tax bir ikisini, sonra bagajda bir dənə almaq lazımdır yenisini. Uşaqlar, indi bilmirəm videoda səs var, yox. Yəni sizin üçün bir dəqiqə, canımı dişimi canıma, nə bileyim, dişimi ayağıma taxıram və sizin üçün çöldə video çəkirəm. İndi bilmirəm maşınlar səsləri falan gəlmir. Hər nəsə, daha çöldə də video çəkdim, dedim bir dənə video araya sıxışdırım, çəkim. Əlimdən gələndə də budur. Çünki internetsiz oyun bir dənə retro garajdır. Düz karşınotar falan da var. Nəysə də panik eləməyin. İndi bunu oynayabilirim. Hər nəsə, bunu da eləyək. Yəni səs falan varsa əlavədən, yəni üzürlü sayın da. Sonra bunu. Sonra ön paneldə uşaqlar çox çətindir. Çətinləşir getdiysə. Bunu da kapot da təmir eləyək bir dənə. Təmir olunsun, oldu. Quraşdır. İndi bunu da təmir eləyək bir dənə. Yoruldum. Bu. Sonra bu. Ön sağ qapını da qoyduq, olur. Hələ bir səhifə də var. Arxa sağ qapı, yaxşı. Arxanı da qoyaq bir dənə. Bunu da atdıq, qoy. Sonra pəncərələrin hamısı. Bir dəqiqə, qabaq sol qanad. Sol qanad lazımdır, qabaq sol. Sola ehtiyac var mı, yox mu? Bura niyə belə əyridir? Mən başım çıxmadı.
Bumpersin, nəsə da, nikəs yoxdur. İndi bütün nə şüşə var, hamısından almalıyıq. Al. Aha, hamısından aldıq, qəşəng. Tax. Bunu da tax. Bunu da tax. Hamısını taxdıq. Nə oldu ala? Nə qoymadıq ki, bir dəqiqə. Qabaq sol qanad. Qabaq sol qanad almalıyıq. Qabağın sol qanadı var axı. Nə qaldı indi burada? Ay dostlar, heç nə qalmadı axı. Bagajı yerində. Bunu satdı. Bu və bu. Bir dənə qabaq sol qanad qaldı. Onu da satdıq, hə. Bir dəqiqə, mən buradan bir dənə kömək istəyəcəm. 10 dənə bitcoin verəcəm. Qabaq sol qanadımız var axı. Vallahi bir dənə qabaq sol qanad. Allah görək bir dənə. Bax, qabaq sol qanad aldıq. Mırtdaşız. Ayda. Allah boş-boşuna bitcoin getdi. Allah özü yazırmış ya buradayı. Mən baxdım axı, burada yox. Vuruq. Uşaqlar, bax, oxşamırdı. Mən bunu neyniyə bilərəm? Mən bilmirəm, eyni şeydir. Qoymuşam mən onu. Mən hardan bilim axı? Bitcoinimiz getdi boş-boş. Nəysə. Motor hissəyə keçdik. Motoru tezbazar şəkildə bir də həll etməyə çalışım mən. Bunu sonra bunu bir daha bunu dayan. Bunu hamısını söküm, yığmağı da sizinlə birlikdə yığarıq. Yığmağa başlaya bilərik. Bir dənə valı qoyduq, debriyaj lazımdır. Bir dənə debriyaj aldıq, qoyduq, sonra debriyaj qutusunu, sonra valı bir dənə monte eləyək. Sonra zamanlama zənciri, yəni yayı bir dənə aldıq, bundan qoyduq. Egzoz, onu da qoyduq, sonra klapan örtüyünü bir dənə alaq. Yəni motorun örtüyünü də, motorun üstündə olar, bəlkə görərsiniz. Zamanlamanın örtüyünü aldıq. Sonra yəni Opel-lə də piyasa eləmərsən də. Allah, Gürdan mahnı qoşubdu, kef eləyir qaqaş. Allah, mən burada canımdan əlləşirəm. Qaqaş orada Opel-də mahnı qoşub sürür. Nəysə. Bunu da qoyduq. Sonra yağ tənzimləyici, bunu da atdıq bura. Yağ kutusu deyil, tənzimləyicisi deyil axı bu. Nəysə. Dirsəkli val, bunu da qoyduq. Sonra kəmər, bir dənə remen də aldıq. Bunu da atdıq. Sonra nasosu bir dənə həll eləyək. Nasosu da qoyduq. Sonra generator. 1 manata generator həll eləyirlər ala. O neymiş ala, 1 manata generator özü. Yağ filtri almalıyıq. Bir dənə yağ filtri, bunu da qoyduq. Yağ filtri. Bir də burada. Yağ filtri də aldıq, qoyduq. Sonra keçdik bu tərəfə. Kəmər, starter qoyaq bir dənə bu tərəfə gəl. Yanacaq, bu nədir? Yanacaq nə? Hə, nasos, benzin nasos. Sonra bu. Sonra bu. Allah, səhv qoydum, bir dəqiqə çıxart onu. Hə. Yağ filtr, qalanlar bunlardır, hə? Qoy eləməm indi. Bu son, axırıncısı da budur, hə? Bitdi. O bir də var, yox da. Hə, hava filtri var bir dənə. Bir dəqiqə, hava filtri burada. Bunu da aldım, monte elədik. Oh be. Allah şükür, 1600 manat. Sağ ol, sağ ol. Bir dəqiqə, saxlamaşalar. Bir də gəlsəz, bunlar qaldı ha. Baxın, saxlamaya girin. Burada hissələr falan olacaq, mühərriklər, alətlər. Bunların hamısını satın, belə getsin. Bu formada. Əgər çaşıb nəsə səhvən bir şey alsaz, onu da həmin bu saxlamadan gəlib sata bilərsiniz. Nəysə. Mən keçəcəm təkmilləşdirmək, təmirxanı təkmilləşdirmək istərmisiniz? Ay, danışamadım. Nəysə, şəhərə gəlirik, qarajımıza gəlirik, bir dənə maşınımızı gətiririk bura, tamam. Çıx buradan, təzədən gəl bura. Maşınımız burada, uşaqlar. Onda xeyirli, uğurlu olsun. Bəliyə bastım. Nə oldu? 2 mərtəbəli zaf, qəşəng. İndi boyama çıxdı. Vallahi billahi boyama çıxdı. Aldı yəni təmir olsa var idi. Həyecanlandı. Məlumat da var idi. Tuning 3 səviyyədə. 3 səviyyəsi nə qədərdir? 25.000. 3 səviyyəsi 25.000-də olur olmuş ala. Nəysə, tam boyama. Deyir, avtomobilinizə unikal görünüş verin. Boya mağazasının mağazasının yaxşılaşdırılması yeni növ boyalara giriş imkanı. Nəsə də boya. İndi rəngi seçirik buradan. Parlaqlığı belə olsun. Kölgəsindən hansı seçək? Mavi rəng istəyirəm. Mavi rəng, şəffaflığı bu formada olsun. Sevimli rəngləri bir daha buna əlavə eləyək. Parlaqlığı da belə.
Alınmadı. Alınmadı bir dəqiqə. Çölcə bir damcı belə şey necə? Pulumuz gedir bizim. Yox, bunu tətbiq eləyə basanda pulumuz gedəcək. Belə yox, bu da açıq da biraz da, bu da alınmaz. Deyən. Aha. Parlaqlığı da belə. Bəs bu necə olar? Yox, bənövşədir bildiyin. Şəffaflığı da tam belə. Bənövşə oldu ki bu. Bir dəqiqə. Kölgəsindən bir dənəsini 13 elədik kölgəsini. Parlaqlığından da biraz azaltdı. Belə oldu indi. Nəysə, həyə bastıq. 280 əlbəttə eləyək. Sonra bir dəqiqə. Boyamaya təzədən gəldi. Burada boyama hissələri var. Rəng. Tamama bastıq. Bir dəqiqə. Bunu belə elədik. Başım, neynəyəcəm ki indi mən? Maşının rəngini keçəyəm, maşının rəngini elədim. Burada şey var, deyəm, bu. Burada tam boyama işi var, tam boyama işi. Təkər, bir dəqiqə. Bədən isə təkərə girməliyəm mən. Bir dəqiqə, çıx buradan. Hadi qatdım qaçdım, bir dəqiqə, boya işi. Təkərlərə girmək istəyirəm. Girəmirəm, bir dəqiqə. Nəsə, girəmədim axı mən, nə oldu olama? Mat boyama avadanlığı almaq istərdinizmi? Onun olsa mənim pulum qalmayacaq axı. Nəysə, bunu belədir, işləyə bilirik. Yox, maşınımız buradadır, işləyə bilmirik. Onda bir dənə keçsin, mən drag yarışı eləyim. Motorum super, hər şeyim də super. Bir dənə mənə lazım drag yarışı. Bir dəqiqə, bir dənə evə gedək. Müştərilərin sifarişlərindən 1600 manat gəldi. Ehtiyat hissələri 656 manat. Digər xərclər 5200. 5200 də nədir? Elə bil o 5000 manat buranı təkmilləşdirdiyimiz üçün də nəysə. Mənə bir dənə lazım, bu nə satır? Yox, qalsın. Mənə lazım deyil yarış. Yarış lazımdır. Mənə nəyi vardı? Yarış lazımdır. Yarış eləməliyəm mən. Bir dənə drag yarışı. Gəldi. Deyir ki, yarışlara qatılmaq üçün maşınlarınız yoxdur. Niyə yoxdur qardaşım? Var da maşın. Var da la. Bu maşın yerinə saymırsınız. Qaqa, maşınım var da. Dəqiq, bir də gəlsin. Satıcı gəldi. Buna satır. 8100. Düz bizimkindən ucuzdu amma yenə də biz ondan daha ucuz almışdıq. Ondan daha baha almışdıq. Amma bizimkinin vəziyyəti yaxşı idi. Bu daha nə gündədir. Bir də drag yarışı yenə gəldi. Yenə deyirəm maşınınız. Mən bir də drag yarışı tapım gəlirəm. Aşağılar, bir də bunu demədim. Mağazada açıldı. Mənim deyəsən 6 səviyyədə açılır. Nədə açılırdı? Biz burada istədiyimiz motorun maşınımızı alıb qoya bilərik. Burada ən yaxşısı 80-ədir. Budur. Bunu almıram. Çünki ala bilərəm amma əslində belə 45-dən falan ucuzdan alsa BMW-mizi super vəziyyətinə sala bilərik də. Amma mən istəyirəm ki, bir dəqiqə, ayda drag yarışı gedir. Nəysə, muzeyə bir dənə gələk buradan. Xüsusi avtomobillər bunlar yəqin açılmayıb da, adi avtomobillərdən burada bir dənə də BMW var idi qabaqda. Bir dəqiqə. Ala, harada da o? Bir dəqiqə. Ala, BMW yoxdur başqa, muhtaçsan. Bir də BMW var elə oyunda. Ayıb. Vallahi da billahi da ayıb. Nəysə, bir dənə BMW varsa, bir dənə BMW-də onda alaq da. Mən elə bildim başqa bir dənə BMW var. Bir dəqiqə, mühərrik təmir orta. Bunları deyəsən alırıq. Bunlardan neyinirik? Bunları istifadə edirik. Neyinirik? Başa düşmədim. Daha kiçik, böyük. Başa düşmədim. Bunlar nədir ki? Nəysə, mən bir dənə motor alım maşınıma. Motorumu bir dənə drag yarışı. Yenə deyirik. Qardaşım, mən neyiniyim? Mən kimlə yarışım? Nəsə, buradan yarışacaq da ancaq drag arenası. Nəysə, gələk bir dənə mağazaya. Mən motorumu bir dənə gücləndireyim. Ya da birinci drag yarış arenası yox, drag yarışı. Bir dənə drag yarışı nədir uşaqlar? 2 nəfər arasında olan bir VS-dir. Elə bir ki, PUBG falan VS olur. Bir dəqiqə. Başladıq. Qəşəy. Ala, keçir. Ala, gör hansı maşın mən keçir. Keçmə, Allahım. Ala, yox da keçməz o da məni, udmaz da. Vallahi billahi o məni udur. Yox, doğrudan əməli baş bizim motora ehtiyacımız var. Dedim bir dənə yoxluyum. Əgər keçsə, gör nə iyi. Yəni 0.99 idi, nə idi? 10 keçənmədi də yəni. Maşın BMW-dən qat zəif də. Nəysə. Buradan 333 HP var, 109 HP, 109'lar 150'dən çox istəyirəm. 150'dən 165'ə var. Bitcoin-dən almağa da, amma Bitcoin-lə biz bir dəqiqə bu avtomobil satıcısına gələk. Buradan sıfır maşınlar satırdı ancaq belə, bunlar yəni bir mənası yoxdur. Yəni sıfır maşınlardır. Onun yəni neynim mən? Bunu ala bilirik. Ya bir dəqiqə, bunu yox.
Daha bir avtomobil artıq təmirxana. Bir də yox görək kilidi açılmayan maşınları biz ala bilirik. Garaja bir dənə göndərək. Kilidi açılmayan maşınları görək ala bilirik buradan. Ala bilirik. Mırtdaşsan. Deyən görüm ala. Onda Çet. Buradan bu qədər ala bilirik. Bir dəqiqə. Onda mən deyirdim ki, bunu alaq da. Ala bilirik də oradan. Onda Bitcoin xərcləməyə lazım deyil. Neyse, bir dənə də drag yarışı eləyirəm mən. Görüm qabağıma kim çıxacaq mənim. Oydu, Oğazı keçə biləcəyik görəsən. Yoxlayaq görə bir dənə. Aha. Attım bir. Uşaqlar, utandığımdan yəni video atmaq istəmədim də. Oğaz bizi keçdiyə xəbərimiz var. Utancımdan videonu atmadım hala. Deyən, bunu siz bunu keçirik. Şükür, keç ben eləyərsən. Motorun gücsüzdür amma yenə də eləyərsən. Keç. Ala keç. Ay qaqaş keç də. Ay da BMW sənə ayıbdır ya. Ala ayıbdır ya. Sən BMW sənə keçməlisən sən. Neyse uşaqlar, gələn videolarda, gələn bölümlərdə görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik gələn bölümdə fikirləşin bir dənə. Bir drag yarışı var idi. Yenə deyirəm, drag yarışları girəmirəm məni. Buna girəmirəm. Gələn bölümdə istəyirəm maşına bir dənə qəşəng bir 200 HP falan bir motor alım qəşəng. O birisi maşınlarda kilidi açılandan sonra da mən nə edirəm? Gedib Bitcoin verim, açılmayan bir maşın alım. Bunu ala bilirəm indi nəsə də. Amma ehtiyac yoxdur da. Onsuz da kilidi açılacaq da. Çoxlu oynayın ki, çoxlu kilidi açılacaq maşının. Nəysə, gələn videolar görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.